ODK-nın yaşıl enerji mətninin izahını verəcəm. Demək, sual 1 deyir ki, mətnə əsasən yaşıl enerji tələbatının artmasının əsas səbəbləri nələrdir? Bunu da ilk cümlədə elə veribdir özləri. Demək, deyir ki, bəs əhalinin sürətlə artması və ekoloji problemlərin dərinləşməsi enerji sahəsində yeni yanaşmaların formalaşmasına zəruridir. Yəni 2 ilə 5-ci fikirdir. C variantı 21. 22-də COP29 və Dünya Şəhər Forumuna dair məlumatların mətndə verilməsi əsas məqsəd. Yəni burada bilirsiniz ki, COP29-un Azərbaycanda keçirilməsi və həmçinin şəhər forumunun Azərbaycanda keçirilməsi, yəni Azərbaycana aid olan fikirlər olduğuna görə Azərbaycanın ekoloji siyasətinə beynəlxalq etimadı vurğulamaq üçün idi. Yəni 2-yə 22-yə yəni. Mətnə əsasən ənənəvi enerji mənbələrinin əsas mənfi təsiri nə idi? Karbon emissiyalarının artması idi. Bəli, 23 idi. Yaşıl enerjinin sosial-iqtisadi üstünlüklərindən biri hansıdır? Yeni iş yerlərinin yaranması. Bəli, burada qeyd olunubdur ki, yeni iş yerlərinin yaranır, iqtisadi artıma təkan verir. 25-də, yəni 24-də A variantıdır. 25-də E variantıdır. Doğrudan doğru, yanlışdan yanlış proqnozda, yəni ehtimaldır. Sonra yaşıl enerji mənbələri karbon emissiyasını artırır, xeyr, əksinə azaldır. Yaşıl enerji bərpa olunan mənbələrdən alınan enerjidir. Bəli, mətndə qeyd olunubdur. Buradan yanlış fikir götürməli. Yeni texnologiyaların tətbiqi iqtisadi artıma təkan verir. Bu doğru fikirdir. COP29-dan Azərbaycanda keçirilməsi iqtisadi tənəzzülə yox, əksinə artıma səbəb olmuşdur. 2, 4 və 5. 2030-cu ilə qədər dünyada elektrik enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən əldə olunacaq. Bəli, bu proqnozdur. 2, 4, 5. Yəni E variantıdır. 26-ya baxırıq. Klasteri tamamlayan fikirləri istəyir. Ənənəvi enerji bərpa olunan deyil, həmçinin ətraf mühitə zərər verdiyi iqlim dəyişikliklərinin sürətlənməsini artırırdı. Bu kimi fikirlər yazılmalıdır. Sonra 27-də müddaanı veribdir. Faktı özümüz yazmalıyıq. Deyir ki, yaşıl enerjiyə keçid gələcək nəsillər üçün əhəmiyyətlidir. Mətnin özündə bu qeyd olunubdur. Fakt, bura baxırıq. Deyir ki, bəs nəticə etibarilə yaşıl enerji keçid qlobal ekoloji problemlərin həllində. Yəni, ekoloji problemləri həll edir. Birinci fakt. İkinci fakt isə enerji təhlükəsizliyinin təmin edilməsinin həlledici rol oynayır. Bu da ikinci faktımızdır. Sonra 28-ə baxırıq. Qarşısına işarə qoymuş sözlərin mənasını deyir. Qarşısına işarə qoyulan demək sərmayə yatırımdır. 4 bucaq etimad, inam, güvən, inanc, yəni bu kimi fikirlər yazılmalıdır. Sonra mətnin aid olduğu üslub demək publistik üslubdur. Publistik üsluba xas olan xüsusiyyətlər də nələrdir? Aydın, anlaşıqlı, xalq dilinə yaxındır. Bu kimi fikirlər yazılı şifahi olur. Bu kimi fikirlər yazılsa doğru götürürük. Mətnin başlığındakı adındakı, yəni sual cümləsinin nöqtələrin yerinə uyğun ifadə yazmaqla deyir. Yəni mətnin adı yaşıl enerji. Buna nə yaza bilərik? Yoxsa ənənəvi enerji, yəni sual cümləsi yaratmaq üçün yaşıl enerji, yoxsa ənənəvi enerji, yəni hansı daha vacib olduğunu vurğulamaq üçün sual cümləsi şəklində verilibdir. Burada həm yaşıl enerjidən, həm də ənənəvi enerjidən danışılır. Yəni bunlardan belə yaza bilərsiniz.